Gəlin baxaq, 2026-cı ilin yanvarında İranı uçuruma aparan bu böhranın arxasında nə dayanır? Bəli, əsas sual budur. ABŞ-in hərbi gücü qarşısında İranın aqibəti necə olacaq? Gəlin araşdıraq. Prezident Trump'ın sözləri çox açıqdır. Hətta USS Abraham Lincoln təyyarə daşıyanı da artıq bölgədədir. Bax, bu gərgin anlarda Ankara danışıqları bəlkə də müharibədən əvvəlki son şansdır. Amma İran bu vəziyyətə necə gəldi? Məsələ bir gecədə olmayıb, iki əsas daxili səbəb var. Birinci səbəb, ölkəni sarsıdan iqtisadi çöküşdür. Məhz bu, xalqın qəzəbinə səbəb olub. Təsəvvür edin, cəmi $1 bu qədər real, 2020-dən bəri 800% dəyər itkisi deməkdir bu. Bu inflyasiya rəqəmləri əmanətləri əridib, adi vətəndaşlar üçün gündəlik ehtiyacları almağı mümkünsüz edib. Rəqəmlər də vəziyyətin nə qədər pis olduğunu göstərir. İqtisadiyyat kiçilir, büdcə kəsiri isə artır. Bu iqtisadi çöküş isə ikinci və daha böyük bir problemə yol açdı. Bütün ölkəni bürüyən etirazlar. Etirazlarda səslənən bu şüar hər şeyi deyir. Tələblər artıq iqtisadiyyatı aşıb birbaşa rejimə hədəf alır. Və bu, heç vaxt görülməmiş bir miqyasdadır. Ölkənin demək olar ki, hər yerində etirazlar var. Etirazların səbəbləri çoxdur. Bahalaşma, pulun dəyərsizləşməsi və əlbəttə siyasi azadlıq tələbləri. Bütün bu daxili problemlərin üstünə bir də İranın regionda gücünü itirməsi gəlir, yəni geosiyasi təcrid. Əsədin Suriyada devrilməsi İran üçün böyük bir zərbə oldu. Ən vacib müttəfiqini və Hizbullaha gedən yolu itirdi. Sanksiyalar, Venezuela kimi gəlir mənbələrinin itməsi, bütün bunlar rejimi küncə sıxışdırıb. Yaxşı, bəs bütün bunların fonunda 2026-cı ildə nə dəyişəcək? 3 əsas ssenari var. Bu ssenarilərdən hansının reallaşacağı isə birbaşa Ankaradakı o 0 saat danışıqlarına bağlıdır. Birinci yol diplomatik həll. Rejim sağ qalar, amma nüvə proqramında çox böyük güzəştlər etməli olar. İkinci yol ABŞ-ın hərbi zərbəsi. Bu, rejimi iflic edə bilər, amma nəticəsi böyük bir regional müharibədə ola bilər. Və üçüncü yol yavaş çöküş, yəni nə razılaşma, nə də zərbə. Sadəcə ölkənin xaosa sürüklənməsi. Yəni, İran rəhbərliyi hər tərəfdən sıxışdırılıb. Hərbi təhdid, iqtisadiyyat, etirazlar. Bir növ öz qurduqları tərədədirlər. Seçim alçaldıcı təslimiyyətlə məhv olma yarasındadır. Geri sayım bitəndə nə olacaq? Bu qərar bütün regionun taleyini dəyişəcək.